Salam, xoş gördük dəyərli Cəbhə TV izləyiciləri. Canlı yayımda hər birinizi salamlayıram. Həftənin ilk iş günüdür. Hər birinizə xeyirli, uğurlu iş həftəsi arzulayıram. Bugün adət üzrə yenə də siyasi gündəmi müzakirə edəcəyik. Studiyamın qonağı isə Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov. Ramil bəy, xoş gəlmisiniz. Salamlayıram sizi. Ramil bəy, siyasi gündəm əslində konkret olaraq daxili siyasi gündəmi deyirəm. Burada Ramiz Mehdiyev işi və ətrafı ilə bağlı danışacağıq bu gündə. Bu proses davamlı olaraq gedir. Yer gəlmişən fevral ayının 13-də ümumi bu iş ətrafında həbs olunan Əli Kərimli və digərləri də daxil olmaqla hamısının fevralın 13-də istintaq müddəti başa çatır. Nə gözləyirsiniz, nə olacaq? Təşəkkür edirəm. İlk öncə başlayaq məsələnin kökündən başlayaq, mənbədən başlayaq. Bu proseslər necə olub və bu səviyyəyə çatdı? Biz bilirik ki, Ramiz Mehdiyev heç vaxtı dövlət adamı olmayıb, kreslo adamı olub. Ümumiyyətlə onun təfəkküründə dövlət prinsipləri, vətənə sədaqət, vətənə xidmət, məsələlər ondan biraz kənarda olub. Kreslo adamı olduğuna görə də bu tip insanların təbii ki, hansısa bir cinayətə da təhrik olunması daha tez baş verir, daha asan baş verir. Biz indi bu əlaqələr, həm də ki, bir şey də siz yadda salım ki, yazda gəlirsə, onun dönəmində hansı ki, hakimiyyətdə o vaxtı daxili siyasətdə məsuliyyət bölgüsü var idi. Məsələn, bir sahələrə bölmə prinsipləri var idi. Biz o vaxtı o idarəçilik metodunda belə bir şey var idi. Amma kura sistemində bəli, məsuliyyət bölgüsüdür. O hakimiyyətdə məsuliyyət bölgüsü. Qeyri-rəsmi bir bəli. Və Ramiz Mehdievin də əlində kifayət qədər ciddi bir məsuliyyət sahəsi var idi. Sonra bu proses əlindən alınan sonra və biri ələ cəmləşdindən sonra cənab prezident yeni bir islahatlar həyata keçirdi. Ölkəmizin, təbii ki, bunlar hamısı planlı şəkildə, yəni bizim cənab prezidentimiz bu proseslər hamısı planlı şəkildə həyata keçirib. Proseslərdə də çoxları bunu başqa cür yozurlar, amma əsas olan ki, onlar da dövlət adamı deyirlər, onların siyasi bilikləri yoxdur, onu başqa cür yozurlar. Bu prosesin kökündə nə dayanırdı? Ölkəmizi maksimum dərəcədə xarici təsirlərdən, təzyiqlərdən, zərərlərdən qorumaq üçün bəzi addımlar atılırdı və bu da çox böyük peşəkarlıqla proseslər həyata keçirdi və bizim ölkəmiz burada qazandı, vətən dövlətimiz burada qazandı və məsuliyyət bölgüsü tamamilə bir ələ cəmləşdindən sonra Azərbaycanda dönüş yarandı. Yeni bir dönüş nöqtəsi yarandı və ondan sonra Azərbaycan öz problemlərini həm daxili, həm xarici, həm digər problemlərini başladı həlləmək. Nəticə olaraq da bizim zəfərimizdə 44 günlük vətən müharibəsi nəticə olaraq da o idi. Və bu proseslərdə bu insanların bu tip insanların belə aparması özünü, məsələn, siz bilirsiniz ki, heç vaxtı o vaxtı onun adını çəkmək olmadı və onun ətrafındakı olan məmurların adını çəkmək olmadı. İkimiz də jurnalist işləmişik də bilirik. Çəkən kimi də tərəf tutaq ki, məsələn, müəyyən təzyiqlər olurdu. Müəyyən təzyiqlər olurdu və başqa formada olurdu. Bu son zamanlarda bilirsiniz də, bəzi insanlar çıxıb onlar haqqında danışırlar. Əslində bu əvvəldən də var idi. İndi danışanlara deyirəm, indi danışırlar, amma əvvəl proseslər var idi. Biz bunu görürdük də. Biz bilirdik ki, indi ən azından bizim xəbərimiz vardı ki, tutaq ki, Ramiz Mehdievin rolu nədir, nədən ibarətdir, hansı prosesləri və o vaxt mən proseslərdə yazırdım. Hətta başqa bir siyasi partiyada fəaliyyət göstərəndə yazdım ki, ölkədə mütərəqqi və mürtəci qüvvələr var. Təbii ki, mürtəci qüvvələr həmən qüvvələrdir. Mütərəqqi qüvvələrdə bu günləri ölkəmizi həm onlardan, həm də ki, digər bəlalardan xilas etdirir. Bunun nəticəsində böyük bəlalar elə onların özləri. Onlardan sonra biz hər şeyə nail ola bildik. Nail ola bildik, bəli. Yəni bu insanlar bunlar əslində qalır psixoloji olaraq xarakterizə ediləndə, bunlar heç vaxtı haqqı qapısından buraxmırlar da içəri. Bunlar ancaq özünü müdafiə xarakteri. Bilsin, insan əgər doğrudursa, özünü izah edir. Öz prinsiplərini izah edir, öz ideologiyasını izah edir, öz fikirlərini izah edir normal şəkildə. Siz bu cəmiyyətlə sağlam ünsiyyət məsələsi var da siyasətçidə. Bunlar da tamamilə fərqlidir. Fikir verirsə, bunlar heç vaxtı izah eləmək deməli fikrindən tamamilə yayınırlar, ancaq müdafiə taktikasına keçirlər. Bu da bilirsiniz, aslında insanın özünün günahkar olduğunu sübutun bir nümunəsidir, göstəricisidir. Ən yaxşı müdafiə də hücumdur, şeyini qərar verir. Yəni hamı söyürlər. Bunlar indi bu tip şəxsiyyətlər elmi cəhətdən bunlara defensiv şəxsiyyət tipi deyirlər. Bu defensiv şəxsiyyət tiplərinin bu gün delisiz məhkəməsi olacaq onun üçün də. Yəni əgər istintaq müddəti başa çatacaq. İndi uzadıla da bilər, amma yəni yenə də məhkəmə olmalıdır da. Sonruz məhkəmədə, məhkəmə ilə uzadılacaq. Məncə burada çox böyük ciddi problemlər var. Ölkə üçün onların çox ciddi təhdidləri olub və ona görə də siz görürsünüz xaricdən onların müəyyən çağırışları olub da. Eyni şəbəkədir.
və həmin insanlar necə ki, özləri necədirlər, ətrafında da bir qrup özləri kimi insanlar yetişdiriblər. Hamısını nəzərdə tutmuram. Bir qrup insanlar yetişdiriblər və həmin insanlar Azərbaycana qarşı səlib yürüşünə keçmişlər. Sanki Azərbaycan heç bir uğurunu, heç bir xeyirli siyasi baxımdan, diplomatik baxımdan xeyirli olan məsələlərin heç birini qəbul etməyiblər, ancaq tənqid ediblər və özləri tənqid isə qəbul eləmirlər heç vaxtı. Heç vaxt eləmir. Heç vaxt eləmirlər, ancaq tənqid ediblər və Azərbaycan uğurdur da, bu düzdür, uğur hamımızın uğurudur. Ümumiyyətlə insan siyasətçidirsə, siyasətin mütləq dövlətçilik prinsiplərinə hər şey yanaşmalıdır. Çünki o zaten işi, peşəsi odur da, onun mayəsidir və bütün hallarda elə ki, bunun siyasətin fəlsəfəsi budur. Fəlsəfəsi budur, bəli. Siyasətin nəzəriyyəsi budur, fəlsəfəsi budur, bəli. Amma çox təəssüf olsun ki, bunlar tamamilə fərqli yanaşıblar və bunlar şəxsi ambisiyalarla prosesə yanaşırlar və ona görə öz ətrafında o cür insanları yetişdiriblər və ölkədə ayağa qalxın, müxtəlif yəqin ki, biz bunun hamımız şahid olmuşuq da, müxtəlif ölkələrdən və müxtəlif bölgələrə hətta müraciət ediliblər ki, ayağa qalxmaq lazımdır. Bu ölkədə çevriliş eləmək lazımdır, bunları qovmaq lazımdır, falan bu cür ifadələr işlədiblər. Əgər o cür ifadələr işlədirlərsə, deməli bu proses zəncirvari olaraq bu bir-birinə bağlanır da, bu adi bir riyazi məntiqdir, düzdürmü? Bu məntiqin də sonucu ondan ibarətdir ki, bəli, bu proses, bunları məhkəmə deməli, daha doğrusu məhkəmədə bunların istinaq müddəti çox güman ki, yəqin ki, mən də hesab edirəm ki, uzadılmalı ki, proses ona qədər bitməsə, hələ vaxtımız var, bəlkə ona qədər bitdi, tamamilə başqa bir mənzərə yarandı. Uzadılacaq. Uzadılacaqsa, təbii ki, mən uzadılmalıdır ki... Siz demişkən, yəni bu məsələ çox dərin məsələdir. Çox dərin məsələdir. Hələ məsələn, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin axtarışa verdiyi 2 nəfər var, yəni məhsul, biri Gültəkin Hacıbəyli Türkiyədədir, bir də Abbas Abbasov, Milli Dövlət İttifaqının rəhbəri, eyni zamanda sabiq baş nazirin müavini olub, 11 il Azərbaycanda müavin baş nazir hökumət qurumlarında işləyib. Sonra birdən-birə vəzifədən çıxandan sonra getdi Rusiyaya, oldu milyarder və Milli Dövlət İttifaqının rəhbəri oldu. Ondan bir qısa müddət sonra Milli Şura yarandı, Abbas Abbasov maliyyələşdirdi və s. Axtarışa verib, o da Rusiyaya qaçdı. Qaçıb gəndə Türkiyədə idi, Türkiyədən Rusiyaya qaçdı. Türkiyədə eyni vaxtda olub. Bəli. Maraqlıdır əslində həmin anın bir yerdə olmalı. Təbii ki, bunlar hamısı hüquq mühafizə orqanları araşdırır. Təbii. Bilirsiniz, indi çox tələsmək lazım deyil. İstinaq müddəti gedir. İstinaq müddətində çox proseslərə çox başqa cür münasibət də bildirmək olmur. Çünki yekunlaşmalıdır məsələ. Sonra biz buna qiymət verməliyik. Təbii. Amma indi hal-hazırda amma münasibət də bildirmək lazımdır. Yox, təbii ki, elə münasibət bildirmək lazımdır ki, o istinaqın biz istinaqı zaten müdafiə edə biləcəyik deyirik. Amma yox, bəzi insanlar, mən onu demək istəmirəm. Biz sadəcə olaraq biz müzakirə edirik zaten. Sadəcə olaraq bəzi insanlar siz fikir verirsiniz də, deməli özləri şər ağacının ən gözəl meyvələri ola-ola böhtançı, şərçi, nə bilim, şantajçı, bütün bunların hamısını özlərində, yəni mükəmməl formada cəmləşdiriblər. Çünki yenə deyirəm də, yetişdirdikləri liderin xarakterizə olunanda eyni oxşar xassiyətlərə malikdirlər və onlar da çox gözəl yetişdirib. Bu günləri ancaq bu məsələ ilə bağlı tamamilə fərqli yanaşmadadırlar. Yəni hamını günahlandırırlar. Kim məsələyə münasibət bildirirsə də onu da günahlandırırlar və bu prosesi həyata keçirənləri də günahlandırırlar, ümumilikdə dövlətdə günahlandırırlar. Amma sonucu gözləmirlər ki, bəlkə sabahları sizin qarşınıza elə bir sənədlər, elə bir faktor qoyulacaq ki, siz onda ona nə deyəcəksiniz və o sualı özlərinə verməlidirlər. İndi mən ona görə deyirəm ki, bu günləri bu məsələ tez münasibət bildirmək, biraz tələskənliyə yol vermək yanlışdır. Amma hər halda bunun bu miqyasda baş verməsi heç də sadə gəlməsin heç kimə. Bizim vətəndaşlarımızın, cəmiyyətimizin müəyyən proseslərdən xəbəri yoxdur. Çünki bu siyasi proseslərin episentrində oturanda, mərkəzdə oturanda və biz kifayət qədər o insanların ünsiyyətimiz olur. Ünsiyyətimiz olmadığı insanlarla təbii ki, mətbuat vasitəsində digər şəxsi münasibətlər səviyyəsində bəzi məsələlərdən biz hali olmuşuq da, xəbərimiz olub. Yəni bu bir lider ki, kesin əvvəl sizin yanınıza gəlib, dedi ki, bunu gələn tərəf müzakirə edərək o cümləni. Bir lider ki, deyək ki, mən hakimiyyətə gətirsinlər, mən Qarabağı verirəm. Yəni bu olub təxminən 2003-2005-ci illər arası. Yəni bu cür bir liderin, liderlərin, bu cür təfəkkürdə olan liderlərin bu dövlət üçün hansısa bir faydalılıq əmsalını hesablayanda mən hesab edirəm ki, minusdan da aşağıdır. Mənfidir. Bunlar heç vaxt dövlətə fayda verə bilməzlər. Bunlar ancaq dövlətə zərər verə bilərlər və burada həyat da sübut edir ki, həqiqətən də bunlar zərər verici bir məxluqlarmış və ona görə də bugünkü gündə
onlar dövlətimizin hansı dayaqlarına zərbər olmaq haqqında düşünürlər. Bu əslində qalıb dövlət üçün ən böyük xəyanətdir, ən böyük dövlət üçün belə deyək də bir arxadan vurulan bir zərbədir. Ona görə bu insanların hamısı hüquq mühafizə orqanları tərəfindən araşdırılıb öz qətiyyətli cavablarını almalıdır. Bu mütləqdir ki, sabah gələcəkdə bu cür heç düşünməyə belə ən azı tendensiyaya çevrilməsin, düşünməyə belə cürət eləməsinlər. Çünki bu millətdə 40 günlük müharibədə o cür milli həmrəylik göstərən, bir-birinə bağlı olan xalq, dövlət, deməli, ordu birliyi yaradan bir xalqa və bu cür dünyada demək olar ki, bu proseslə zəfər bizim qələbəmizlə dünyada yeni bir bu regiona baxış bucağı yaradan bu millətə o cür insanlar qətiyyən onların içində olmağa yaraşmır. Elə bayaq toxundum bu məsələyə, xaricdəki məsələyə, yəni Gültəkin Hacıbaylı, Abbas Abbazov və digər sosial müxalifəti buna ayrıca bir paraqraf ayırarıq, amma özünü müxalifət lideri hesab edən şəxsin həbsdən qorxub ölkəyə gəlməməyi, bu siyasi siyasi mədəniyyəti qoyuram bir kənara da. Yəni prinsipcə bunlar əgər bunu uzun müddətli bir proqram kimi işləyirlərsə, bu gələcək üçün bunlar üçün ciddi problemdir. Çünki istər-istəməz məsəl üçün vətəndaş olaraq hamı düşünür ki, əgər bu həbsdən qorxub gəlmirsə, mənim üzvlərimi həbs edirlər, amma mən həbsdən qorunmaq üçün müəyyən manipulyasiyalar edirəm. Hətta indi Türkiyə hakimiyyətinin üzərinə düşüblər. Yəni kifayət qədər ki, bizi deportasiya eləmək, hüquqa ziddir və s. və ilaxır kimi, yəni hər vəzinə yayılmaq və üçüncü ölkəyə, Azərbaycanda yox, vətəndaş olduğu, hətta hakimiyyətə gəlmək istədiyi, dövlət çevrilişi eləməyi istədiyi Azərbaycanda yox, üçüncü bir ölkəyə getmək istəyir. Nə dərəcədə düzgündür və Azərbaycan onları necə qaytarmalıdır, qaytaracaqmı yəni? Təşəkkür edirəm. Əslində qalın siz belə dediniz, burada bir siyasi mədəniyyət məsələsi var. O heç vaxt onlarda olmayıb. Onların davranış tərzlərinə, siyasi fəaliyyətlərinə, özlərini aparmaq tərzinə baxsaq, bu siyasi mədəniyyət, siyasi etika məsələsi ümumiyyətlə olmayıb. Siyasi mədəniyyət nümunəsi o beyində dəyişiklik eləmək lazımdır, pis düşüncədə dəyişiklik eləmək lazımdır. Çox təəssüf olsun ki, bunlar inkişafdan kənarda qalıblar. Onlar köhnə illərdə necə ki proseslərdə iştirak ediblər, formatda qalıblar. İndi bəzən deyirlər ki, bu siyasi lideri o da adlandırır, o da adlandırır, amma o vaxtki siyasi şərait onları deməli təzə bilirsiniz də müstəqillik dövrü ilə bağlı proseslər tamamilə o vaxt insanlar tam başqa cür düşünürlər, amma o vaxtki insanların, bəzi insanların elə əziyyətləri olub ki, o milli azadlıq hərəkət dövründə bunların heç vaxt o əziyyətləri olmur. Sadəcə olaraq bunlar gəliblər, o şəraitdən istifadə edib, çünki xarakterizi indi edirik axı biz bunları, öz xarakterinə uyğun olaraq o siyasi şəraitdən istifadə edib, gəlib müəyyən vəzifə sahibi olublar və özlərinə də... Çox üzr istəyirəm, sözün istəyirəm. Əslində, indi baş verənlər göstərir ki, üçüncü şəxslərin və yaxud da kimlərsə dəstəyi ilə gəliblər. Təbii ki, dəstəyi ilə gəliblər. Əslində, əziyyət çəkənlər tamamilə başqadır. Tamam başqadır, amma kimlərsə gətirib, kimlərsə bunları qoyub qabağa verib, önə çıxardıb və bunlar da o vəziyyətdən istifadə edərək, bu günləri özlərini lideri adlandırırlar, bu gün özlərinə böyük siyasi qüvvə, əsas qətiyyən edə bilir. Baxın, bu yaxınlarda mən bir oxumusun mətbuatda yoxsa yox, onunla bağlı bir kimsə müsahibə alıb, adı çəkilən şəxsdən, həbsdə olan şəxsin Cəbbənin Əli Kərimin deməli, deyir ki, mən heç vaxt hakimiyyətdən əməkdaşlıq eləməmişəm, belə bir ifadə işləyir. Və sonra da deyir ki, mən beynəlxalq qüvvələrin vasitəsilə və bunlar bunu çox böyük sevinclə paylaşır. Deməli, beynəlxalq qüvvələr həmişə sizlə işləyir, düzdürmü? O beynəlxalq qüvvələrlə sizin işləməyiniz indi bəlli oldu. Biz də onu dedik ki, siz həmişə Azərbaycan daxilində, məsələn, bugün ölkədə siyasi dialoq mühiti yaranır, düzdür? Nə gözəl, bunun nə ziyanı var ölkə üçün? Bu ölkə üçün bunun çox böyük xeyri var və bu da bilirsiniz ki, bu cənab prezidentin tapşırığı ilə bizim müvafiq deməli aparatda müvafiq şöbənin siyasi partiyalar və qanunverici hakimiyyəti ilə iş şöbəsi. Bəli, o şöbənin o müvafiq şöbənin deməli səy nəticəsində bu proseslər ilə davam etdirildi ki, həm müharibə dövründə, həm də ki, ondan sonraki dövrdə bunun effektini biz müharibə dövründə gördük. Ondan sonra da siz bu siyasi dialoqun ölkənin inkişafına çox böyük töhfəsi var. Əlbəttə. Ona görə də bu töhfəni də yararlanmamaq nə deməkdir? Deməli, siz heç vaxtı daxili qüvvələrlə və ya dediyimdə sağlam deməli cəmiyyətlə də olmalıdır, bu dövlətlə də olmalıdır. O sağlam ünsiyyət mühitinin yaradılmasına əleyhinə olmusunuz. Siz getmisiniz başqa ölkələrin çox üzr istəyirəm, qucağına tullanmısınız və o qucaqdan da istifadə edib ölkəmizə qarşı müəyyən təsir və təzyiqlərdən yararlanmısınız özünüz üçün.
Müharibə dövründə müharibə şey dedi, o yadıma düşdü, onu demək istəyirəm. Müharibə dövründə bir şəbəkə çıxmışdı, Novarçılar. Yəni müharibə istəmir bəli. Bunlar da əslində yəni zaman-zaman elə bu şəbəkəni dəstəkləyənlər də statuslarından, indiki paylaşımlarından da bu bizim rəngli bayraqlar var, sonra sizin deyənlər var, başqa burada müəyyən qüvvələr vardı. Bilirsiniz, biz gözlənilmədən müəyyən qüvvələr ortaya çıxırdı. Hansı ki, o qüvvələr xarici ölkələrdə fəaliyyət göstərib, onların arxasında kifayət qədər güc var. Məsələn üçün deyirəm, Fransa bəyanat yayırdı, davam da bunlar tökülüşlər. Siz təsəvvür edin ki, baxın, bizim milli dəyərlərimizə bunlar necə zərbə vurmaq istəyirdilər. Bizim mental dəyərlərimiz və milli dəyərlərimiz var. Hansı ki, biz o milli dəyərlərin arxasında, özümüzü o dəyərlərin arxasında söykənərək, deməli, biz getdik bu qələbəni qazandıq. Biz getdik həmən dəyərlərə görə, biz bilirsiniz ki, bizim dövlət, bizim xalqımız çox böyük xalqdır. Bu dəyərlərin, mən hesab edirəm ki, mənim üçün şəxsən, bu dəyərlər heç bir millətin dəyərləri deyil. Bizim dəyərlərimiz milli birləşdirici olduğuna görə bu çox önəmli və vacib faktördür. Biz müharibəni necə beynəlxalq hüquq normalarını apardıq, qalib gəldik. Bilirsiniz, bir nəfərin, hətta onlar bizə qarşı hələ bu təxribatçı adımlar atdılar qarşı tərəf, düşmən tərəf. Amma ki, biz görürsünüz, müharibəni hansı formada apardıq. Heç kimin mülki şəxslərə qarşı heç bir aqressiya göstərilmədi. Ancaq yəni burada bütün prosesləri biz nəzərdən keçirəndən sonra və o cür təsirlərin daha doğrusu burada maliyyələşdirib ölkəmizin milli dəyərlərində zərbə vurmaq üçün, unutdurmaq üçün o məsələlər həyata keçilənin arxasında bu cür siyasi qüvvələrin, o siyasi qüvvələrin arxasında hakimiyyətə təmsil olunmuş uzun müddət həmin qüvvələrdir və bunlar da məncə burada bilmən məsələ nə var? Təbii ki, mənim şəxsi fikrimdir, subyektiv fikrimdir. Məncə burada özünün bəzi insanlar olur da mən bu misalı gətirirəm, sonra onun isbatı üçün də bir sizə həqiqəti söyləyəcəm. Deməli, bəzən olur insan özünün uğursuzluğunu, zəifliyini hiss edəndə qarşı tərəfin uğuruna və güclü, qüvvətli olduğuna qəbul etmək üçün başlayır bu cür addımlar atmaq və həmən eyni şeydir bu. Bizim dövlətdə xeyriyyatla bağlı cinayət işi açılan şəxs də Ramiz Mehdiyev də həmən xarakterdə bir insan idi. Deməli, siz bilirsiniz də, indi övladlar haqqında danışmaq o qədər də yaxşı deyil, ümumiyyətlə, mən hoşlanmıram. Amma ki, bu hər halda, deməli, institutda bunların oxuyanda ki, deməli, bunun qızı oxuyurdu da, bax, gözləm də ki, bu təzəliklə çıxıb da. İndi təzə çıxartdılar, səhv etmirəmsə onu, səhv etmirəmsə. Kafedra müdürü idi, səhv etmirəmsə, yoxsa... Ramiz Mehdiyevin qızından söhbət bəli. Deməli, öz qrup yoldaşı ilə eyni münasibətdə olurlar, çox yaxın münasibətdə olurlar, çox dərin münasibətlər olurlar. Və onun özünün güclü olduğunu, savadlı olduğunu dərk edən kimi dərhal başlayıb onun haqqında artıq mənfi, negativ informasiyalar və onu qara perapı və onu belə deyək də bizim dildə Lordi də vurmağa və onun inkişafının qarşısını o alıb. Amma o həmən adamından qat-qat savadlıdır. İndi nə həmən dövrün rektoru, həmən dövrdə o vaxtı Abil müəllim idi. Nə indi məsələn bu insanlar onu dəyərləndirə bilmirlər. Nəyə görə? Çünki o var idi. Amma əslində o doğru addım deyil. Bu çox yanlış bir addımdır və bunun kimi böyük haqsızlıq, mənəvi cinayət yoxdur. Çünki bu hər bir insan haqqı ona verilməlidir. O cür savadlı kadrların kimlərsə tərəfi, onlar Azərbaycanın beyin mərkəzi sayılır, sərvəti sayılır, düzdür? Onları siz bu cür kimlərsə vasitəsilə sıxışdırıb çıxardırsınız arada və onları bu həyatdan, bu dövlətdən və digər ümumiyyətlə mənəvi baxımda küstürürsünüz, bu mənəvi cinayət. Baxın, fikir verirsiniz, eyni oxşarlığı fikir verirsinizmi? Bunda da var idi, bu övladında da var bu oxşarlıq və bu günləri həmən o cür siyasi xətt, onu gətirilən siyasətə qoşdular. O siyasi xətt bu günləri görür necə davam edir, Azərbaycan necə davam elətdirirdi və indi də var, indi var, necə var indi? İndi onların müdafiə edənlər, onların arxasında durmaq istəyənlər həmən xətti davam elətdirilir. Çox üzr istəyirəm, tərbiyəsizlik edirlər, mənəviyyətsizlik edirlər. Özünü Azərbaycan kimi saymırlar qətiyyən. Sanki orada oturublar, sanki onlar Azərbaycan kimi olmayıblar. O vətəndə onlar yaşamayıblar. Özlərinin milli köklərini belə unudublar. Öz milli kökünü, öz şəcərəsini, bəlkə tayfasında hamısı elədi deyəm mən, amma məncə hamısı elə ola bilməz də. Unudan insan deməli artıq özünə xəyanət edən, nəslinə, kökünə xəyanət edən, dövlətə xəyanət edən onun üçün 2-2-dir, adi bir məsələdir. Ona görə bu məsələlər ortaya çıxır. Yer gəlmişkən elə bu söyüş müxalifətindən də danışmaq istəyirəm. Söyüş müxalifəti ilə bağlı bizim baş prokurorluqda cinayət işi qaldırıldı. Düzdür, onlar özləri də dəvət olundular. Gəlmədilər təbii ki və onlara belə deyim, şərti olaraq müəyyən cəzalar, işlər kəsildi. Düzdür, onlar xaricdə yenə fəaliyyətlərini davam etdirirlər. Amma çox maraqlıdır. Dövlət əxlaqı deyilən bir məsələ var. Əxlaqı deyilən bir məsələ var.
bir dövlət öz dövlətin təhlükəsizliyini qorumaq üçün, yəni özünü qorumaq üçün, bir dövlət özünü qorumaq üçün cinayətkar və digər ittiham olunan şəxslərlə bağlı belə bir qərarlar çıxarır. Bu beynəlxalq praktikada da var, yəni bu cür qərarlar olur. Amma bu insanların yaşadığı digər ölkələrə rəsmi şəkildə dövlət səviyyəsində müraciət olunur. Onlar da onu bu və digər şəkildə əməl eləmək məcburiyyətindədirlər. İndi məcburiyyət deyirəm, bu dövlət əxlaqına görə məcburiyyətdir. İndi Azərbaycan onları təbii ki, cinayət işi var, hökm var, arada, yəni sübut olunmuş da faktlar var. Niyə vermirlər onları bizə? Yəni Azərbaycanda niyə vermirlər onları? Biz Gültəkin xanımın Abbasovla bağlı məsələnin yarımçı qaldı. İndi o bu məsələ danışıq ilə təxminən eyni məsələdir. Deməli, bunlar niyə eləmirlər? Çünki bunlar, siz baxın, bunlar kimləri söylür? Hansı formada? Məlumat oldu, olmadı, kimdən hansısa saxta məlumatı aldılar, buradan ötürülən məlumatlar. Əslində bunların da başında bugün həbs olanların dairəsi yoxdur. Bu və digər formada onların da başında həmin dairələr durur. Çünki eyni siyasi tərzdir. Bu, ola bilər ki, cəmiyyət üçün bu biraz qaranlıq ola bilər. Amma mən onu deyim ki, burada bayaq dediyim kimi bizim də şəxsi münasibətlər olub, müəyyən dövr birgə fəaliyyət olub. Ona görə biz bunları tanıdıqlarımıza görə deyirik ki, eyni xəttdir bu. Başında həmən siyasi qüvvələr durur. Və onların ölkəyə gətirilməməsinin səbəbi əsas siz deyən həmən ölkələr bizə bu ölkəyə, bizim ölkəyə təsir mexanizmi kimi istifadə eləmək istəyirlər. Yəni onlar da müəyyən dövr üçün həmin ölkələr lazımdır təsir vasitələri ki, nəsə qoparsınlar, nəsə alsınlar, öz siyasi istəklərini, iqtisadi istəklərini həyata keçirsinlər. O dövr üçün nəzərdə tutulmuş, istifadə olunan şəxslərdir bunlar. Ondan sonra da onlar lazımsız olacaq, istifadə olunandan sonra bitəcək onların missiyası və onların ya təhvil verəcəklər, ya da ki, ümumiyyətlə maraqlanmayacaqlar. Yəni ki, onlar özləri məcburiyyət qarşısına gəlib bu ölkəyə sığınacaqlar, gələcəklər və onun da cəzasını alacaqlar. İndi bu tərəfdən isə siz verdiniz, bu özünü lider adlandırır, heç vaxt lider olmur, sadəcə bir parlamentdə millət vəkili olub. O da ki, düzəməli onu da heç apara bilmir. Ümumiyyətlə, millət vəkillərinin əksəriyyətini mən hesab edirəm ki, özünü millət vəkili kimi apara bilmirlər. Əksər o dövrdə də, indi də var parlamentdə elə şəxslər. Siyasi tərəfdən yanaşanda ola bilər ki, siyasi tərəfdən bəli, siyasi baxımdan bir ölkədir, siyasi prosesə siyasi yanaşanda deyəcək ki, bu niyə də təhvil verilmədi. Amma burada cinayət faktoru var. Bəli, mən də o məsələni demək istəyirəm. Burada cinayət işi olduğuna görə bunun ölkə təhvil verilməsi və verilməlidir və alınmalıdır, gətirib və yaxud da ki, özü gəlsin, heç bir günahı yoxdur, gəlsin burada istintaqın gedişində iştirak eləsin. İzahatını versin, ifadəni versin ki, mənim günahım yoxdur və ki, bu o səmimi istintaqla münasibətlər var da və ya ki, bildiklərini söyləsin. Ondan sonra da bizim dövlətimiz humanist dövlətdir təbii ki. Biz bu yaxınlarda bizim 20 min nəfərə şamil olundu. Amnistiya. Bəli, mərhəmətli şəkildə sizə də davransın. Amma sizin bu tərziniz və Türkiyə oradan bura hansısa bir siz bilirsiniz də bir məsələdə unutmayaq. Türkiyə ilə bizim aramızdakı münasibətlər bu cür münasibətlər. Məsələn, Şuşa bəyənnaməsi və digər o mənəvi, siyasi baxımdan bizə dəstək vermələri falanı, sonra ondan sonra müharibədən sonraki dövrdəki münasibətlər gördülər ki, əvvəl onlar Türkiyə ilə münasibətlər yaxşı olmalıdır, düzəlməlidir. Türkiyə ilə biz müqavilələr bağlamalıyıq, əməkdaşlıq sazişləri bağlamaq falan bu sözləri deyirdilər. Bu müqavilələr bağlanandan sonra vaxta görə ki, münasibətlər elə bir səviyyədədir ki, yəni bunlar təsəvvürünə gətirmirdilər. Ən yüksək səviyyədə qalxıb münasibət. Əslində bu təzə həmin günü yaranmadı ki, təbiidir. Bu uzun illərin bir siyasi nəticəsidir, bəhrəsidir. Ondan sonra başladılar nə etməyə? Türkiyəni tənqid etməyə. Ki niyə bizdən bu formada siyasi müstəvidə deməli bərabər şəkildə və bu cür açıq, səmimi münasibətlər yaratdı. Və bunu başladı Türkiyəni tənqid etməyə. Baxın, siz indi bunların xislətinə fikir verin. Yəni burada bizim cəmiyyətimiz də bilsin, müəyyən insanlar hansı ki var, hər adı öz beynində düşünür ki, bəlkə bu məsələlərdə biraz şübhəli yanaşır. Yəni bunların hamısını ardıcıllıqla analiz edəndə biz görürük ki, bunlar kimdir artıq da. Bunlar dövləti istəməyən, dövlətə düşmən kəsilən və kimlərinsə əli ilə bunu həyata keçirməyə çalışan insanlardır. Ona görə də bu cinayət tərkibi, onlar özləri xaricdən nə qədər deyirdi, bəs çox uzun istəyirəm ifadəmə görə, böyük danışırdılar ki, proseslər olmayanda. Azərbaycan biz burada dəyişiklik edəcək, burada demokratiya gətirəcək, nə bilim, azadlıq gətirəcək, falan. Indi gəlin gətirin də, niyə gəlmirsiniz ölkəyəsiz? Bu lider elə olmur. Özünü lider edən şəxs elə olmur. Lider gəlir, öndə olur hər şey. Deməli, bunlar nədir? Riyakar.
Bizim status qabağıma çıxıb, yəni Əl-Kəriminin üzvlərindən, yəni tərəfdarlarından biri yazıb, Əl-Kərimini bu Mandela və digərlərinə uyğunlaşdırıb, yəni o necə deyim, belə inqilab edən şəxslərlə uyğunlaşdırıb, amma çox həqiqətən belə bir sarkazmlı bir görüntü var, söhbət nədən gedir, yəni onların siyasi fəaliyyəti ilə siyasi fəaliyyətini eyniləşdirmək çox belə qəribə gəldi mənə şəxsən özümə. Bilirsiniz, hansı uğura girəsiniz özünüzü? Bilirsiniz, necədir? Bir 5 dənə miting keçirməklə güya. Siz bilirsiniz ki, bütün ölkədə narazı təbəqə var. Təbii normal bir şeydir. Normal bir şeydir. Bu narazılıq, tənqid məsələsini bəzən sosial şəbəkələrdə çox qarışdırırlar. Tutaq ki, məsəl üçün bir proses haqqında rəylərdə də bəzən yazırlar. Ölkənin sosial problemlərindən danışır və s. Ölkədə sosial problem yoxdur demirik. Nə Ramil bəy demir, nə mən deyirəm var. Mərkəzdə də danışırlar. Bəli, biz zaten bunu dəfələrlə hər canlı sadəcə biz müəyyən bir tutaq ki, bu gün mövzumuz bunu qoymuşuq və bu ətrafda danışırıq. Yəni söhbət ondan gəlir. Sosial problem var. İstər əmək haqqları olsun, istər maaşlar olsun, istər kommunal xidmətlərlə bağlı olsun. Məsələn biz Azadlıq prospektindəyik. Dövlət binasıdır. Yəni bina şeydir, ofislərdə dövlətin verdiyi atoplenalar işləmir. Yəni gəlmir. Axşam gecədən kəsiblər yox. Otaqlar buz kimidir. Yəni bunlar problem damısı təbii. Biz vaxtında tənqid eləmişik və o tənqidləri təbii ki, bu haqda danışmaq onu xalqın gücü tərəzi deyirlər də. Tənqid eləmişik. Sadəcə bunu indi bu müharibə dövründə və müharibədən dövrəki sonraki dövrü biz niyə belə dəyərləndiririk? Çünki bizim hələ qarşıdakı çox işlərimiz var. Biz bilirik ki, hələ Ermənistanla Sum müqaviləsi məsələsi var, sonra Rusiya-Ukrayna müharibəsi var, bu yaxın şərqdə olan proseslər var. Dünənləri bilirsiniz, Zelenskinin görüşdə biz bununla bağlı nəsə danışırıq, amma bu il ola bilər ki, hansısa bir irəliləş olsa, məncə 2026-cı ildə hansısa bir irəliləş olacaq. 2027-yə mən hesab edirəm ki, tamamilə fərqli bir mənzərə ilə, dünyanın yeni bir dizaynı ilə biz girəcəyik. Çox yaxşı bir məqama toxundunuz. 2026-cı ilin ikinci yarısında Azərbaycanı daha fərqli görəcəyik. Çünki siyasətin gedişatında çox maraqlı hadisələr olacaq. Biz məsələləri necə dəyərləndiririk? Biz təbii ki, tənqid etməyi də bacarırıq. Adnanda və yaxud da ki, digər deməli, elmi əsaslarında tənqid etməyi bacarırıq. Sadəcə olaraq biz nəyi dəyərləndiririk? Biz bu günləri dövlətimizin gələcək inkişafının, gələcək uğurlarının daha inkişaf etməsi üçün bütün siyasi şəxs, ictimai şəxslər və bu prosesi bilən şəxslər çalışmalıdır ki, bu prosesi axıra qədər və ya dediyim sağladığım məsələlər var. Onları nəzərə alaraq aparılmalı. Təbii ki, mən deyirəm. Yəni mübarizəni də sağlam aparmaq lazım. Sivil və sağlam mübarizə. Sağlam ünsiyyət, hər şeydə sağlam ünsiyyət olmalı. Çünki artıq dünya başqa dünyadır. Yəni dünya 90-cı illərin dünyası deyil. Ramil bəy çox maraqlı bir məqama toxundu əslində. Yəni hansısa Conun, nə bilim, hansısa bir xaricinin kimisə əlaqələndirilməsinə bu gün ehtiyac yoxdur. Konkret dialoq mühiti var. Danışmaq istəyirsən, ged otur danış, sözünü de, sözünü eşit. Məsələ beynəlxalq səviyyədə necə olur? Beynəlxalq səviyyədə necə olur? Siz tutaq ki, məsələn Fransa və ya bir dəfə siz parlamentə seçildiniz. 5 nəfərlə parlamentdə, bir neçə dəfə, 2 nəfər məsafə eləmişsə parlamentdə olmusunuz. 2-5-də. Necə olur ki, başa düşürəm mən? Necə olur beynəlxalq? Yaxşı, beynəlxalq münasibətlərlə olursa, tutaq ki, kimsə sizin vasitəniz olursa, deməli həmin vasitələr davam edir də, biz də onu deyirik. Biz başqa bir şey demirik ki. Yəni faktiki olaraq öz dediklərini özləri sonradan təsdiq edirlər. Etraflıqda yəni ki, mən onlarla əlaqə saxlamışam. Görün özünüz əlaqə saxlayın da. Məsələn, burada şükür Allah bir dövlətdə siyasi mühit elə yaradılıb ki, ümumi siyasi dialoq var. Özdə bu məsələdə sistemli fundamentlər yanaşıblar. Ona görə də konstruktiv əgərlərsən, öz şuurunu, düşüncəni əgər apara bilirsənsə, daha doğrusu yetişdirə bilmirsənsə, gedin oturun. Əgər Azərbaycanda problemlər varsa, var problemi. Mən şəxsən o problemləri bəzən olur ki, biz danışdığımız sosial məsələlər. Bəzən də elə olur ki, məsələn, mən ona heç ümumiyyətlə istəmirəm ictimailəşsin. Şəxsi olaraq ya zənglə, ya müraciətlə rəsmi olaraq müraciət edirik, məsələn, aradan qaldırmaq üçün xahiş edirik. Və bunun nəticəsində biz görmüşük. Siz niyə bunu etməməlisiniz? Deməli, sizin məqsədiniz nədir? Özünüzə cəmiyyətdə siyasi lider qazanmaq üçün bu uşaq oyunlarını çıxardırsınız. Bu dövlətdir, qardaşım. Bura, əgər siz o cür oyunlar olmaq istəyirsinizsə, mən dövlətdən xahiş edirəm, sizin qabağınızda bizim şəhərdə çox gözəl uşaq oyuncaq dükanları var. Aparsınlar, versinlər, siz onlarla oynayın. Yəni, bu dövlətlə bu cür oynamaq olmaz. Təşəkkür edirəm, Ramil bəy. Çox sağ olun, dəvətimi qəbul ediniz. Dəyərli Cəbhə TV izləyicilər, hər birinizə dərin təşəkkürümü bildirirəm. Bizi izləməyə davam edin, yayını bəyənin, paylaşın, kanala da abunə olun ki,
bununla həm də bizə, yəni Cəbhə TV-yə dəstək olmuş olursunuz. Sağ olun, növbəti canlı yayımlarda görüşmək ümidi ilə hələlik.